ölkəmizdə bayram qeyd olunur. Bu bayram ümummilli liderimizin 91 illiyinə həsr olunur. Və qeyd etmək istəyirik ki, tarixdə az insanlar olub ki, xalqının taleyində mühüm rol oynamış və xalqının rəğbətini qazana bilmiş. Və bu insanlardan biri də ümummilli liderimiz Heydər Əliyevdir. O, Azərbaycan xalqının həyatında, taleyində mühüm rol oynamış və xalqının rəğbətini əbədi olaraq qazanmışdır. Və bu səbəbdən də müxtəlif tədbirlər hər il bizim məktəbdə Heydər Əliyevin şərəfinə keçirilir. Bugünkü tədbirimizi də onun sözləri ilə açmaq istərdik ki, uşaqlar bizim sevincimiz, xoşbəxtçiliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada hər bir insanpərvər cəmiyyətdə uşaqlardan xüsusi qayğı, xüsusi diqqət göstərilir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzv etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bugün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür. Və biz də bu səbəbdən bugün Heydər Əliyevin iradəsini həyata keçirərək tədbirimizin açılışı şagirdlərin təqdimatına əsaslanıbdır. Və məhz onların bizim məktəbin fəal üzvləri olduğunu bunu ilə sizə göstərəcək. Buyurun, sizi də dəvət edirik, bu təqdimatları izləyəsiniz. 91 illik ömür. Yurdumuzun, inanımızın və ən əsası bayrağımızın xilaskarıdır. O qaranlıqda parıldayan işıq tək dünyaya şığırlar saçdı. Bəs o kimdir? O, Heydər Əlizoğlu Əliyevdir. Artıq onun vaxtı çatmışdır. Azərbaycan adlı tikilinin təməlini qoymaq elə də asan məsələ deyildir. Amma Heydər Əliyev Azərbaycanın təməlini qoydu. Bu təməl elə möhkəm oldu ki, Azərbaycan artıq keçmiş Azərbaycan deyil. Yalnız bir yoxlar, bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan Ulu Öndər Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Reallıq və həqiqət, böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, sabahki gün insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Heydər Əliyevin ən böyük xidmətlərindən xalqımın şərəfli tarixi, keçmişini bərpa etməsi, milli mənəvi irsimizin dəyərlərimizi özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycancılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özlüklərin hər cür buxuqlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. Bildiyimiz kimi, 1969-cu ilədək Azərbaycan Sovet Sosialist Respublikası İttifaqının tərkibində yalnız xalq mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Amma 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək Respublikanın rəhbəri olması ölkəmizin Sovet dövründə dönüş nöqtəsi oldu. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyasına Azərbaycan dili Azərbaycan SSR-nin rəsmi dövlət dilidir maddəsi daxil edildi. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artmışdı ki, bu da aqrar sektoru inkişaf yönündə həyata keçirilən siyasətin səmərələrindən xəbər verirdi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin birinci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə ümumilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata bilirlər. Zamanımızın ən dağış şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevədən məhz öz millətinin qəlbində və onun çox əsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək saadətini nəsib oldu. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı ildən də ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirli xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus yerini tapmalıdır. Heydər Əliyev də tarixdə öz
ləyaqətli və adlı sanlı yerini tapan şəxsiyyətlərdən biri olmuşdur. Bir illik canlı əfsanə. Ömrünü xalqına həsr edən dahi. 1923-cü il mayın 10 idi. Qədim Azərbaycan torpağı keçmiş Pushkin küçəsində dəmir yolunda işləyən Əliza kişinin evində mavi gözlü, sarışın bir oğlan uşağı dünyaya göz açdı. İzzət ana və Əliza kişi imanlı adam idilər. Ona görə öz övladlarına müsəlman aləmdə geniş yayılmış və müqəddəs hesab olunan Heydər adını verildi. Hər zülmət gecənin bir aydınlıq səyarı olduğu kimi, Azərbaycanlılara qarşı çirkin siyasət yürüdənlərə də layiqli cavab verən şəxs nəhayət Respublikamıza rəhbərliyə gəldi. 1993-cü ildə Heydər Əliyev 70,5% səs toplayaraq prezident seçildi. Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram. Bu sözləri Heydər Əliyev 1993-cü ildə xalqın çoxsaylı xahişləri, müraciətləri ilə yenidən Respublikamıza rəhbərliyi gəldiyi zaman söyləmişdir. Həqiqəti gizlətmək, həqiqəti bastırmaq olmaz söylərdi ümumi liderimiz Heydər Əliyev. Onun gəncliyində bir arzusu vardı, memar olmaq. O peşəkar memar ola bilməsə də siyasi memar oldu. Onun şah əsəri isə müstəqil Azərbaycan oldu. Azərbaycanın gizli tarixini daim bəşəriyyətə çatdırmaq üçün çalışmışdır Heydər Əliyev. Bəs o daim kimin üçün çalışmışdır deyə heç düşünmüsünüzmü? O Azərbaycanın gələcəyi üçün, Azərbaycan xalqı üçün çalışırdı. Çünki o əziyyətinin hədər getməyəcəyinə, Azərbaycanın daim yüksələcəyinə inanırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan tamamilə dəyişdi. Və o daim vurğulayardı. Mən həmişə səninləyəm, Azərbaycan. Heydər Əliyevin təşəbbüsü ilə onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il mayın 12-sində Ermənistanla atəşkəs haqqında razılaşma əldə edildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə neft hasilatı xeyli artırıldı. Ulu Öndərin müthiş daxili və xarici siyasəti ölkəmizin böyük dövrlərin strateji tərəfdaşına çevrildi. Bütün dövrlərin ən böyük iqtisadi layihələrindən biri olan əsr müqaviləsi bunun sübutudur. 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası ilə dünyanın ən nüfuzlu ölkələri təmsil edən neft şirkətləri arasında saziş imzalandı. Neft strategiyasının əsası qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-sində Azərbaycan Respublikasının ilk konstitusiyası da ümumxalq səsvermə yolu ilə qəbul edildi. Elə həmin gün Azərbaycan Respublikasında ilk demokratik parlament seçkiləri keçirildi. 1998-ci ildə ümumxalq səsverməsi yolu ilə ümumilli liderimiz Heydər Əliyev 76,1% səslə yenidən prezident seçildi və xalqı qarşısında and içdi. Onun narahat edən səbəblərdən biri də məhz təhsil idi. Çünki o, Azərbaycan gənclərini daim irəlidə görmək istəyirdi. Çox şükürlər olsun ki, onun bu arzusunu əldə etdi. Azərbaycan indi qabaqcıl dövlətlərdən biridir. Azərbaycanın gələcəyi isə bir uşaqlarıq. Biz nə qədər ki, çox dilimizdən, dinimizdən, görkəmli şəxsiyyətlərimizdən, tariximizdən xəbərdar olsaq, bax, o zaman biz əsl Azərbaycan gələcəyi olaraq. Heydər Əliyev tarixə öz imzasını atmış və şərəflə anılır. Azərbaycan bir günəşdir və o həmişə işıq saçırlar. Tarixlərə yazılan şəxsiyyət var ilahi, adını xalqın yazdı dahi. Bu mühtəşəm şeirin ilk misrası ilə adlandırmışıq bu gecəmizi. Bugün Respublikamızın hər yerində olduğu kimi, Bakının Nizami rayonunun 62 saylı məktəb liseyində də Ulu Öndərimiz Heydər Əliyevin 91 illiyinə həsr olunmuş gecə keçirilir. Heydər Əliyev haqqında xoş sözlər, gözəl sözlər demək və onun adına keçirilən gecənin nə qədər şərəfli olduğu kimi məsuliyyəti də çox böyükdür. Və bugün biz ənənədən kənara çıxaraq, bugün Ulu Öndər haqqında keçirilən gecənin iştirakçıları
məktəbimizin balaca fidanları birinci siniflər olacaqdır. Mən gecəni açmaq üçün ilk sözü birinci A sinifinin rəhbəri Baxışova Azadəyə verirəm. Əziz müəllimlər, hörmətli qonaqlar, dəyərli valideynlər və uşaqlar, hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Bugün 62 nömrəli məktəb liseyin 1A sinif şagirdləri sizin qarşınızda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş tarixlərə yazılan Şəxsiyyət var adlı kompozisiya ilə çıxış edəcəklər. Dahi şəxsiyyət haqqında birincilərin fikir söyləməsi təbiidir. Çünki Heydər Əliyevin zəngin həyat yolu, özündən sonraki irs hər birimizin, hətta birincilərin qəlbində dərin iz buraxmışdır. Bu sevgini, məhəbbəti hər bir vasitə ilə, şair şeiri ilə, idmançı qələbəsi ilə, bəstəkar musiqisi ilə, birincilər isə məktəbdə əldə etdikləri uğurlarla, elmlərin şahı olan riyaziyyatın, rəqəmlərin dili ilə ifadə edəcəklər. İndi də gəlin körpələrin özlərinə məxsus olan şən və əyləncəli çıxışlarını dinləyək. Onda nəzərə alaq ki, bu qısa vaxt ərzində, yəni 45 dəqiqə ərzində 35 şagirdin hər biri qısaca olaraq öz sözünü söyləyəcək. Bugün biz sizi uzak bir diyara, büyük güclü ülkeye, 10 rəqəminin şad xürrəm yaşadığı riyaziyyat ülkesine səyahətə aparacaq. Bu ülkede dayanmadan iş gedir, hamilə hesablayır, toplayır, çıxır, bölür. Bu ülkeye daxil olmaq üçün dərin bilir, güclü mərdlik təb olunur. Amma bundan qorxmaq lazım deyil. Cəsarətlə bu ülkeye daxil olanları o heç də pis qarşılamır. Onunla hoş rəftar edir, həyatının bəzəyinə çevirir. Axı əvəzlərə riyaziyyatı elmlərin şahsı görürlər ki, riyaziyyat elminin yaranması digər elmlərin meydana gəlməsinə yol açdı. Bu yolun başlanğıcında söhbət atacağımız 10 rəqəm durur.
böyüşmüşəm. Biz ailədə 4 nəfərik. Atam, anam, bacım və mən. Yaşadığımız yer kürəsi də donunu 4 dəfə dəyişir. Mən səyahəti çox sevirəm. Bilmirəm şimala üz tutum, cənuba, üstü şərqə gedim, yoxsa qərbə.
Jurnalların içində qiymətlər çıxdı zərzər. Çıxdı birdən birinci, açdı daşdı sevinci. Atıldı düşdü bir, qəfildən sürüşdü bir. Hamı gülüşdü ona, dedi: Birinciyəm.
burada üçün belinə. Nə olubsun, xoş gəlmiş? Sənə nə olub, Ayüz? Nə olub, öz yerini bilmirsən? Bu 4 nədir, 5 nədir? Birinci mənəm mən, ikinci ikilərdir. Çox da acıqlanma, Ayüz. Bir də görüm kimin tərəfindəsən. Çox əzizli büzüldü, mehribancasına dedi. 4 ilə 2 arası, olmuş 3'ün yuvası. 4'lərə çox yaxınam, sizlərlə də var aram. Mənim yerim ortadır, canım gözüm oradadır. Bəsdir artıq, məktəbdə 4'ün hörməti yoxdur. 5'in hörməti var, hər qapını açandır. Mübahisə etməyin, sabah dərsdən çıxan tək bir evə qonaq gedək. Həmin ailədə kim hörmətlidir görək. Çantalara dolaraq qiymətlər getdi qonaq. Salam ata! Salam oğlum! Gəldin? Gəldim ata! Qımışlı güldü ata, birdən nə gördü ata? Oğlunun çantasından sıxır 1, sıxır 2, hiksindən əlindəki eynəyi yerə düşdü. Bunlar nədir? Bunlar nədir? Ay aman! Bir çıxır çantadan. Mən əvvəlcə çalışqan, tərbiyəli oğlanam. 2-dən 3-dən uzaqam. Oğul tələsib bu ay 2'nin boğazından, birini bəndən tutub, onları çölə atıb, qapını örtüb gəldi, uşaq biraz dincəldi. 3'dən çıxdı bu zaman, oğlunun çantasından. Ata oğlu gülərək, yarı gəlməyərsən, söylədi. Xoş gəlmişsən. Biraz keçdi aradan, 4 və 5 çıxdı çantadan. Ata dedi ucadan. Siz qiymətlər şahısız, şagirdin sevincisiz. Bunu hamı bilir ki, ağıl bilikrəmcisiz. Böyüklərdən ədəb öyrən, biliklər keçir başa. 5 qiymət al dərslərindən, bir insan ol, sadə yaşa. Qonaqlıq çox uzadı, tərifə calandı, çölə çıxanda onlar. 2'ləri, 1'ləri mürcüləyən gördülər. O kivar gülüşdülər. Yenə 1'lər, 2'lər, 5'in, 4'ün arkasınca düşdülər. Toplama çıkma ile tanış olurum hem de. Azalan çıkılır.
ancaq. Yəqin Murtuz olacaq. Özüdür ki var. Sonra müəllim dedi ona, Murtuz sən gəl lövhəyə. O titrəyə, lövhəni xeyli cüzdü. Heç bilmirəm nə yazdı. Topladı, çıxdı, vurdu, birdən dayanıb durdu. Güldü bu zaman izim, Murtuza qiymət oldum, yazıq yaman pərt oldum. Xəritəyə baxaraq, dağ yamac əvəzinə, dərə düz göstərirdi, baxıb qara dənizə, söyləyirdi, Xəzərdir, biz də onu kölgətər, hər zaman izləyirik. Bugün yenə adoslar, Murtuzu gözləyirik. Bir ürma dəftərinə baxarsınız Murtuzun, sındırıb qol qıtını, hər cümlənin, hər sözün, adam şəhər adları nədənsə kiçilmişdir. Boynu bükük suallar harasa əkilmişdir. Mən də onu yazıda hər zaman izləyirəm. Bugün yenə adoslar, Murtuzu gözləyirik. Əzizimiz rəis bir, hamı sizi dinləyir, buyurun. Dünən axşam qiymətinə baxmışam. Son imnadan Murtuzun, o tənbəlin, qursuzun üçü var. Nə etməliyik sizcə? Durmadan ütü gərək, öz sıramızda çəkin. Biz bu səhər əngeci Murtuzdan ayırmasaq, o 4, 5 də alacaq. Bu dəhşətdir. İndi də məsləhətdir. Düşünüb qoraq ilə, üçü keçirək ələ, elə əzişdirək ki, tezbilib olsun 2. Yaxşı bitirdir azlar, bizi söylədə tapar. Mən tapşırım bunu, tapıb gətirərəm onu. Gələn Murtuz düşəcin, de tez olun, göstərin. Mürcülər rahat, çox oxudum, biraz yat. Biz dayanıb gözlərik, zəng olanda səslərik. Bizim tək dostlarım var, eşitmişik son vaxtlar, dostluq edirsən üçlər. Sözümüzə yaxşı bax, üzər səni oxumaq, onsuz da qaçma 2 dərs. Yat, dincəl, dur, oyna, gəz, çox şey bilər, çox gəzən, tezi 15 ilərsən, səbirlə yavaş-yavaş məktəbi bitirərsən. Əlinizi ürəkdən yerinə yetirdim mən, bu da sizə xaindir. Hələ bir o başa keç, baxıb sənə bir gülək. Mən olsaydım sənin tək, heç çıxmazdım araya, atıb özümü çaya.
boğulardım, ölərdim. Mən də baxıb gülərdim. Nə burnu var, nə üzü, elə bil ki, səkkizi, tən ortada böyümüsən. 2 olmalısan sən. Axı siz nəsiniz ki? Dönüm oğlum mən 2, deməyim boy atmaqdır, 4-ə 5-ə tatmaqdır. Vurun siz baxmağı, sığsın əli ayağı. Bu nə işdir, ayamam? Mən də hala düşmüşəm, hamı 2-dən qaçır, mən onunla dostlaşmışam. Evdə valideynlərim, məktəbdə müəllimlərim, qışqırıb danladığı şagirdlərdən olmuşam. Hər kəsin gündəliyin 4-5 bəzəyərkən mən 2-lər almışam. Yox, belə daha olmaz. Söz verirəm bu gündən durmadan oxuyacağam. Hər kəsin sevimlisi, əlası və çalışqan şagirdlərdən olacağam. Heç bilmirəm nə işdir, Murtuz yaman dəyişdi. Ayrılmayıb kitabdan, bugün 3 dərsdən oğlan 5 alır. Bugün də 5 alacaq. Yaxşı, danışma nəs-nəs. Murtuzda cürətə bax, 2-ləri, 1-ləri qapı dalında qoymaq. Bu yol mənimdir indi. Siz niyə durmuşsunuz? Məni 5-i səsləyir Murtuz. Mən bir rəqəmli ədəblərin ən böyüyəm. Mən isə bir rəqəmli ədəblərin ən kiçiyəm. 91. Bu ədəb nə kimi hadisə ilə bağlıdır? 2014-cü il may ayının 10-unda Heydər babanın 91 yaşı tamam olur. Düzdür, indi Heydər baba bizimlə olmasa da onun qurduğu quruculuq işləri prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq yerinə getirilir. Biz Heydər Əliyevin yaratdığı yeni müstəqil Azərbaycanın bu torpağı, bu millətin canında
Hörmətli tədbir iştirakçıları, bugün öz qiymətli vaxtlarını gəlib bizlə keçirən qonaqlarımız, dəyərli qonaqlarımız var burada. Bizim tədbirimizi işıqlandıran, dövlətləndirən qonaqlarımız var burada. Mən ilk öncə ürək sözləri demək üçün onlara söz vermək istəyirəm. Hörmətli Fidovan xanım Hüseynova, siz dəvət edəcəksiniz. Çox təşəkkür edirəm. Əziz balalar, hörmətli valideynlər, müəllimlər, bu tədbirdə iştirak edən qonaqlar. Biz bugün doğrudan da formaca və məzmunca yeni bir yanaşmanın şahid olduq. Həyatda insan üçün mənə elə gəlir ki, ən böyük dəyər zamandır. Rəqəmlər bu günləri bizim həyatımızı, bizim yaşadığımızı, zamanı özündə əks edən rəqəmlər. Və 91 rəqəmi, 10 may rəqəmi, onun arxasında duran böyük bir şəxsiyyətin həyatı. Bugün bu tədbirə biz, bu ikinci hissəsidir, tədbirin birinci hissəsi faydadır. Hələ buna daxil olmamışdan biz tədbirin birinci hissəsinə baxdıq. Və Heydər Əliyev Azərbaycana nələr etmişdir? Bir xülasə şəklində də olsa, bir daha onu izlədik. Amma mən deyərdim ki, bugün bu gözəl balalarımızın çıxışı elə Heydər Əliyev arzularının, istəyinin təsdiqidir, sübutudur. Burada gözəl geyimlər, gözəl tərtibat, burada gözəl yanaşma, həssaslıq, məhəbbət. Budur bizim istəyimiz, budur Heydər Əliyev istəyi. Və mən çox vaxt almayacağım çünki qonaqlar çoxdur. Əlbəttə ki, siz bizi həvəsləndirdiniz, siz bizi sevindirdiniz. Sonda o Azərbaycan bayrağını açmağınızla mənim xatirimdə 98-ci ildə Heydər Əliyevin iştirakı ilə Böyük İdman Konsert Kompleksində Gənclər Hər il tədbirində o vaxt Suraxanıda təhsil şöbəsində işləyirdim və o vaxt oranın şagirdləri bir hissədə himni canlı ifa edirdilər. O birisi hissədə canlı olaraq Azərbaycan bayrağını və YAP Yeni Azərbaycan Partiyası abreviaturasını canlandırırdılar. O zaman heç kəs inana bilməzdi ki, bu mümkün olacaq. Və əgər sual versəydilər, bu nə cür oldu ki, belə bir şagirdlərin səviyyəsində bu alındı? Bunun bir cavabı var idi. Bu qəlblərdə olan məhəbbətin hesabına bu alındı. İstəyin hesabına alındı. Bugün Heydər Əliyevi yaşadırıq. Bunu yaşadan Azərbaycan xalqıdır. Sizlərsiniz. Heydər Əliyev özü iz salıb bu qəlblərə. Biz Heydər Əliyev deyəndə, inanın ki, işıqdan uzaqlaşdıqca işığa həvəsin daha artır. Yenidən o işığa qayıtmaq istəyirsən. Bu günlərdə çoxlu tədbirlər gedir. Müxtəlif rayonlarda, müxtəlif qurumlar tərəfindən tədbirlər gedir və təbii ki, iştirak edirik o tədbirlərdə. Musiqili komediya teatrında mən əyləşmişdim, bir xanım video lentə baxanda dedi ki, inanırsınız, Heydər Əliyev haqqında bəzən təkrar filmlərə baxırsan, amma yorulmursan, tükənmirsən. Bu bir həqiqətdir. Və biz şadıq, yəni bizim nəsil, biz xoşbəxtdik ki, biz bu insanın dövründə yaşamışıq. Biz bu insanın dövründə bir şəxsiyyət deyərdim olaraq artıq biz bir müəyyən bir dövr keçmişik və özümüz haqqında da bu sözü deməyə artıq ixtiyar sahibiyik. Formalaşmışıqsa əgər, biz bu insana borçluyuq. 82-ci ildə Azərbaycan Komünist Partiyasının bürosunda mən iştirak edəndə, Heydər Əliyevin keçirdiyi iclasda, mən heç bilməzdim ki, bir gün müstəqil Azərbaycan olacaq. Bir gün İlham Əliyev Naxçıvanın 91 illiyində deyəcək ki, bizim iqtisadi inkişafımız olmasaydı da belə, yenə də biz müstəqilliyimizi nə qədər bizim üçün önəmli olduğunu bilib, biz onu qorumalıyıq və biz onu mütləq və mütləq etibarlı əllərdə saxlamalıyıq. Bugün
həmin çıxışında Azərbaycanın iqtisadiyyatından, inkişafından danışan İlham Əliyev nə böyük sevgi və məhəbbətlə danışır. Və burada hər zaman mən Bəxtiyar Vahabzadənin bir sözünü yada salıram, deyir, xoşbəxtliyi axtarıram, xoşbəxtliyin içindəmən. Biz bəzən xoşbəxtliyi axtarırıq, amma bilmirik ki, elə xoşbəxtliyin içindəyik biz. Bugün başqa ölkələrə baxanda, həmişə mən Xayr müəllimin çıxışlarına qulaq asıram, tədbirlərdə. O hər zaman vurğuluyur, başqa ölkələr müqayisə edir, deyir və bu həqiqətləri istəyir ki, insanlarımız qəbul etsin ki, biz bugün minnətdarlıq hissi ilə yaşamalıyıq. Dünən Füzuli ilə bağlı Nizami Kino Mərkəzində tədbir keçirdi. Və orada bizim ilk qələbəmiz Horadiz qələbəsi haqqında deyilirdi. Və çox orada söhbətlər deyildi. Bugünlər məcburi köçkünlərimiz, qaçqınlarımız, onların övladlarının təhsil aldığı yerlər, bəlkə elə sizin aranızda məcburi köçkün və oradan Qarabağdan, ümumiyyətlə Ermənistandan gələn burada insanların övladları var. İnsanın ürəyi fikirlə, sözlə doludur. Yəni bunlar üçün yaranmış şərait, bunlara olan qayğı, bütün orada diplomat, orada iştirak edən diplomatlar hər kəs diqqətlə qulaq asırdı və həqiqətən də o tədbirin sonunda UNICEF-in nümayəndəsi Marker var. Bir daha öz münasibətini bildirdi ki, həqiqətən də bu il o öz missiyasını bitirib, Azərbaycanda görülən işlər böyükdür və hər kəs qonaq gələn Azərbaycana bunu vurğulur. Mən deyəsən çox vaxt alıram, amma ürəyimdə sözüm çoxdur. Mən bilirəm ki, məndən də maraqlı, məndən də dəyərli sözlər burada deyiləcək. Sizin hər və başda bizim bu gözəl balalarımıza öz təşəkkürümü bildirirəm. Müəllimlərinizə çox sağ olun deyirəm. Bir daha valideynlərinizə çox sağ olun deyirəm ki, onlar bu cür dəstək verib, belə bir gözəl kompozisiyanı bizə təqdim etdilər. Təşəkkür edirəm. Sağ olun. Bugün burada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, millət vəkili hörmətli Rasim Musabəyev iştirak edir. Çox sevərli sizdə ürək sözləriniz. Əslində, Füzuli xanımın sözlərindən sonra nəsə əlavə etməyə bəlkə də ehtiyac yoxdur. Təbrik etmək istəyirəm. Əvvəl birinci dövrdə bu balaları çox gözəl, onların savaşısına görə, çıxışlarına görə. Bu, onları hazırlayan, onlara çox gözəl geyim tapıb giyindirən valideynlərə, müəllimlərə mənə gəlir ki, təşəkkür düşür. Və əslində Heydər Əliyev bunun üçün yaşayırdı. O yaşayırdı ki, balalar xoşbaxt böyüsün, biliklərin artırsın, müstəqil Azərbaycanda yaşasınlar, özləri də böyüsünlər, vətənin də inkişaf etsinlər. Əminəm ki, bu balalar böyüyəndə daha da firavan, xoşbaxt Azərbaycanda yaşayacaqlar. Hər halda biz də əlimizdən gələni bunun üçün əsirgəməyəcək, Heydər Əliyevin göstərdiyi yolla Azərbaycanı inkişaf edir. Bir təbrik edirəm sizi. Bugün burada Azərbaycan Respublikası Prezidenti yanında kütləvi informasiya vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri çox hörmətli Vüqar müəllim də iştirak edir. Xahiş edirəm sizlərinizi. Çox sağ olun bugünkü tədbirə mənə dəvət etdiyinizə görə. Əlbəttə, hər il olduğu kimi bu ildə may ayının demək olar ki, birinci 10 günlüyü Heydər Əliyevin anadan olmasının 91 illiyi bütün bölgələrdə, nazirliklərdə, idarələrdə geniş qeyd olunur. Bəs bugün də Nizami rayonunda 62 nömrəli liseydə bu təqdimatın olması təqdirə layiqdir. Əlbəttə, Heydər Əliyev haqqında danışmaq həm çətindir, həm asandır. Heydər Əliyev haqqında danışmaq ona görə çətindir ki, onun o qədər gördüyü işlər var ki, nə qədər danışsan bir hissəsi yaddan çıxacaq. Ona görə asandır ki, hər tərəfə baxırsan Heydər Əliyevin gördüyü işlərdir. Bəli, bugün göstərilən bu kompozisiya çox gözəl təşkil olunubdur. Məhz bu gənc balalarımız böyüyəndə bunların bugün keçirdiyi o hisslər həmişə onların yaddaşında qalacaq ki, məhz Heydər Əliyevin 91 illiyi ilə əlaqədar belə bir kompozisiyada onlar belə möhtəşəm insanlar qarşısında çıxış edirlər.
Heydər Əliyevin Azərbaycanda xidmətləri böyükdür, hər birimizin üstümüzdə xidmətləri böyükdür və biz bunu daim hiss edirik, bundan sonra da hiss edəcəyik. Və bugün mən sizin hər birinizi təbrik edirəm və uğurlar arzu edirəm. Mən hesab edirəm ki, biz daim Heydər Əliyevi qəlbimizdə yaşadacağıq. Sağ olun. Sözü Nizami rayonu icra hakimiyyətinin başçısı Tahir Buldaqova. Çox hörmətli xanımlar və cənablar, həqiqətən mən ilk növbədə bu məktəbin kollektivini, məktəbin direktorunu və ən əsası riyaziyyat müəllimi Qurbanqazı yaradılmasında ibtidai sınıflarını təbrik edirəm. Həqiqətən mən bugün bu tədbirə gələndə bir qədər tərəddüd keçirirdim və düşünürdüm ki, birinci sinif şagirdləri Heydər Əliyev barəsində nə deyə bilərlər və bugün bu tamaşadan sonra mən gördüm ki, onlar böyüklərimizdən də biz çox hallarda daha yaxşı dedilər, gözəl burada Heydər Əliyevə öz məhəbbətlərini, Heydər Əliyev yoluna sadiqliklərini və Azərbaycanımızın daha da qüdrətlənməsi yolunda hazır olduqlarını qarşımızda nümayiş etdirdilər. Həqiqətən bu səhnəyə baxanda mən böyük bir sevinç, böyük bir fəxarət hissi keçirdim və həqiqətən də bizim rayonda son zamanlar məktəblərimizdə həyata keçirilən tədbirlər təhsilin səviyyəsi Nizami rayonunda, yəni bu Bakı şəhərində Respublikada ən qabaqcıl göstəricilərdən biri Maliki Nizami rayonu qabaqda gedir. Eyni zamanda məktəbdən kənar təlim-tərbiyə prosesinin də düzgün qurulması, bizim gənclərimizin, uşaqlarımızın düzgün istiqamətdə tərbiyə olunması hesab edirəm bizim bugün hər birimizin ən vacib, ən önəmli vəzifələrimizdən biridir. Bu uşaqlara baxdıqca mən tək onların savadın, biliyin şahidi olmadıq. Eyni zamanda onların səhnədə nə qədər sərbəst, nə qədər xoşbəxt və nə qədər artıq həyatı dərk etməyi bacaran və mən hesab edirəm ki, bizim bu gənclərimiz, bu uşaqlarımız, gənclərimiz gözümüz istəyir, bizim uşaqlarımız gələcəyin Nobel mükafatçıları, gələcəyin alimləri, akademikləri, professorları olacaqdır. Və riyaziyyat biz bildiyimiz kimi bütün elmlərin uşaqıdır. Riyaziyyatı biləndən sonra bu uşaqlar bütün elmləri asanlıqla dərk etməyə, qavramağa qadir olacaqlar. Bu münasibətlə mən həm müəlliməni və həm də bu uşaqları ürəkdən təbrik etmək istəyirəm. Ulu Öndər Heydər Əliyevin xatirəsinə belə bir qeyri-adi tamaşa hesab edirəm ki, bu bizim o böyük insana, o dahi insana göstərdiyimiz məhəbbətimizin, bizim ona minnətdarlığımızın yeni bir forması, bir məzmunudur. Təbii ki, burada Fidəmə xanım da çıxışında qeyd etdi, nə qədər ki, Azərbaycan var, Heydər Əliyev olacaq və Heydər Əliyevin məhz böyüklüyü, dahiliyi də ondan ibarətdir ki, Fidəmə xanım qeyd etdi ki, nə qədər biz onu təkrarən çıxışlarını dinləyirik, təkrarən onun sözlərini eşidirik, yenidən biz özümüz üçün hər zaman yeni bir çalarlar, yeni bir fikirlər, yeni məzmun dərk edirik. Ona görə ki, o dahi bir şəxsiyyət idi və dahi şəxsiyyət olaraq Azərbaycanımızın da gələcəyi üçün hələ 100 illər bundan sonra o öz tövsiyələrini, öz fikirlərini, öz xəttini bizim üçün ərmağan etmişdir və bizim vəzifəmiz də bu yola sadiq olmaq, onu daim öyrənmək, uşaqlarımızı bu yola öyrətmək və Azərbaycanımızın daha da güclü olmasını, müstəqilliyinin daimi olmasını, əbədi olmasını təmin etməkdir. Mən hamınızı təbrik edirəm. İlk növbədə də bu gözəl balalarımıza xoşbəxtlik arzu edirəm. Onlara heç zaman
hansısa bir çətinlik yox, Azərbaycanda yalnız Heydər Əliyev qoyduğu Azərbaycanın nailiyyətlərindən bəhrələnmələrini arzu edirəm. Sağ olun. Yekun olaraq mən bizim tədbirimizə təşrif buyurduqları üçün qonaqlarımıza təşəkkür edirəm kollektivimizin adından. Bu tədbirin ərsəyə gətirilməsi üçün Azadə müəllimə, İspira müəllimə, Sevinç müəllimə, Qurban müəllimə öz təşəkkürümü bildirirəm. Və ən son olaraq əziz valideynlər, dəyərli valideynlərimiz bu səhnə dekorasiyalarına görə və bu tədbirin ərsəyə gəlməsinə görə bizə yaxından dəstək olduğunuz üçün sizə təşəkkür edirəm. Bununla da tədbirimiz başa çatdı. Çox sağ olun.